Deyirəm, mən də bir əhvalat danışım. Hansı ki, dünən şahid olmuşam. Mebel dükanında. Bir nəfər gəlir mebel dükanına. Yaramır. Dedim məni bir fərqim meyli dükanına. Nasıl qiymətlərdir? Yox, heç yaramır, bunların heç biri yaramır. Bunlar belə, heç nə. Salam. Vay salam. Nə tərsən az? Hacı Əmdullah. Çox yaxşı. Sizdə, eşit gör nə deyirəm, yaxşı Azərbaycan mebeli var mı? Bəy, təzə mal almışıq. Yaxşı İtaliya, Türkiyə mebelimiz var. Ya, onları rədd elə geçsin. Onlardan xoşum gəlmir. Sən mənə el malından danış. Yerli maldan. Kəpəz, Savalan, Qoşqar, Murov, Şah dağı. Bəli, Bakı mebeli, Azərbaycan mebelindən danış kızım. Hə, nə qədər varırsa hamısını alırıq. Hamısını yüklüyün maşına aparaq. Oldu bəy. Bəs neçənci mərtəbəyə qaldırmaq lazımdır? Həngəri? Neçənci mərtəbəyə qaldırmaq lazımdır? Nə mərtəbə? Ha, mən Novostroykada oluram, Novostroykada. Siz elə aparın boşaldın həyətə, qalandan işiniz yoxdur. Aparın boşaldın həyətə. İcazənizlə. Ay, nətərdir? Əla. Ay, mebeli soruşuram. Yaxşıdır, şef. Telefonumu verim onu. Yaxşıdır. Bu da belə. Alo. Ay, Səmətdir mi? Ay, Səmət. Ay, səsini çıxartdın, ölmüsən mi? Ay, hazır kızı görürsün mü? Ha? Ay, mən də mebel dükanındayım. Sən öl. Ay, bura bax. Akşama tonqal qalamaq üçün nə qədər desən tahta tuta göndərdim gəlin.